Əziz xalqımın səbirsizliklə gözlədiyi bizim yaşayış məntəqələrinin azad edilməsi haqqında məlumatı böyük qürur hissi ilə çatdırıram. Həkari kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri. Zəngilan bizimdir, Qarabağ bizimdir. Zəngilan rayonu Azərbaycanın cənub-qərbində Şərqi Zəngəzur bölgəsində yerləşir. Adının qədim türk tayfası olan Zəngi və ya Zəngiyanlarla bağlı olduğu düşünülür. 1993-cü ildə işğal edilmiş Zəngilan rayonu 27 il sonra 2020-ci il oktyabrın 20-sində şanlı Azərbaycan ordusu tərəfindən azad olundu. Zəngilan rayonu zəngin tarixi mədəni irsi ilə də tanınır. Burada 13-17-ci əsrlərə aid məscidlər, türbələr, karvansaray qalıqları yerləşir. Rayon bugün yenidən qurulur. 2023-cü ildə açılan beynəlxalq Zəngilan hava limanı bölgənin inkişafında mühüm rol oynayır.